O dağların arçasında bir elim var mənim. Elə bir el ki sükutu tarix danışır, daşları ise keçmişin şahididir. Bu torpaq sadece bir coğrafya değil, bu torpaq döyüşlerin meydanı, igidlerin and yeridir. Bu el heç vaxt boyun eğmedi. Vaxtilə Əmir Teymur kimi qüdrətli sərkərdəyə belə müqavimət göstərdi. İradəsini qılıncdan üstün tutdu. Bu torpaq Fətəli xanın döyüş ruhunu yaşatdı. İgidlərin nəfəsiyle yoğruldu, Adnalının səsiyle tarix yazdı. 1918-ci ildə Quba qəzasında Erməni daşnaqlarının vəhşiliyinə qarşı bu xalq ayağa qalxdı. Bu sadece bir döyüş değildi, bu var olma savaşıydı. O qanlı günlərdə Quba qırğınları baş verdi. Amma bilin ki o torpaq sınmadı. Bu xalq diz çökmədi. Bu elin ağsaqqalları söz deyəndə hökm kimi səslənirdi. Kənd xudalar qərar verəndə tarix dəyişirdi. Onların fitvası üsyana çevrilirdi. İradəsi ise bir milletin taleyini yazırdı. Bugün mən gürurla deyirəm, o dağların arkasında olan ulu baba elim, tarixin gündüzdən qalaları ilə ucalan Gündüz qala.